Salam əziz xanımlar. Bugün biz bişmiş krem hazırlayacağıq. Yumurtasız bişmiş krem. Bunun üçün bizə nə lazımdır? 1 stəkan süd, 1 stəkan şəkər tozu, 3 çörək qaşığı un, 150 qram yağ və 1 paket vanil. Əvvəlcə nə edirik? Qazanımızı götürürük, südümüzü əlavə edirik, şəkər tozumuzu əlavə edirik və bunları qarışdırırıq. Südün üzərinə unumuzu əlavə edirik. Əlinizlə açmağa çalışın. Unla südü həll etdikdən sonra dayanmadan qaynağa gələnə qədər qarışdırırıq. Yavaş-yavaş qaynağa gəlir kremimiz. Yaxşı-yaxşı qarışdırırıq. Əlimizi saxlamırıq bərkiyənə qədər, qaynağa gələnə qədər. Qaynağa gəldi. İndi isə altını söndürürük və əlimizi saxlamırıq. Soyuyana qədər qarışdırırıq. Və yaxud da üzərinə paket qoyuruq ki, üstü qaysaq bağlamasın. Mən isə qarışdıracağım. Biraz soyuyandan sonra əlimi saxlayacağım. Sonra isə yağı əlavə edib mikserlə ağarana qədər çalırıq. Soyutduğumuz məhlulu yağın üzərinə əlavə edib çalırıq. Bu da bizim hazır kremimiz, bişmiş yumurtasız krem. Bunu nədə istifadə etmək olar? Eklerlərdə, pirojnalarda, Napolyon tortunda, ballı tortlarda istifadə etmək olar. Sağ olun. Abunə olmağı unutmayın.